Salam əziz Futqaz TV izləyiciləri, sizlərlə yenidən mən Rafael. Bu artıq xəbər bloqumuzun 6-cı buraxılışıdır. Sizin qarşınıza yeni və maraqlı xəbərlərlə gəlmişəm. İlk xəbərimiz Çempionlar Liqinin play-off mərhələsinə adlayan Qarabağ klubu ilə bağlıdır. Bildiyiniz kimi Qarabağ klubunun bir çox uğurlarında Azərbaycanın bir çox klubları Qarabağa dəstək və təbrik mesajları ünvanlayır. Həmişə bir klub ünvanlamırdı. Bu dəfə isə iki klub Qarabağı təbrik eləmədi. Bunların biri əlbəttə ki, əzəli rəqib Neftçi, digəri isə Kəpəz klubu oldu. Neftçi və Kəpəz klubundan başqa digər bütün klublar Qarabağı bu tarixi uğura görə təbrik etdilər. Növbəti xəbərimiz Abdullah Zubir ilə bağlıdır. Abdullah Zubirdən soruşdular ki, hansı rəqiblə qarşılaşmaq istəyirsən, Newcastle-la yoxsa PSG ilə? O dedi, mən PSG ilə qarşılaşmaq istəyirəm. Amma aldığımız xəbərdə bilirik ki, artıq Qarabağın rəqibi Newcastle klubudur. Abdullah Zubirin istəyi biraz ürəyində qaldı. Ümid edək ki, Qarabağ Newcastle-a qarşı çox yaxşı, əzmkar mübarizə aparar və turu keçərək bütün Azərbaycan xalqını sevindirər. Digər xəbərimiz yenə Qarabağ klubu ilə bağlıdır. Qarabağ klubu Çempionlar Liqasının qrup mərhələsini 22-ci pillədə bitirdiyinə görə UEFA-dan əlavə 4,5 milyon avro mükafat qazandı. Demək olar ki, Qarabağ klubu artıq bu günə qədər 40 milyon avroya yaxın pul qazanıb. Lakin hələ bu qazancın içində UEFA yayım haqlarından heç bir ödəniş eləməyib. Bu da sezon bitəndən sonra açıqlanacaq. Yəqin ki, Qarabağ bu il Çempionlar Liqasını 50 plus üstü uduşla, mükafatla bitirəcək. Ümid edək ki, qazancı bol olsun. Biraz da transferə xərcləsin. Qurban Qurbanovla bağlı bir xəbərimiz var. Mənbə Almaniyanın Bild qəzetidir. Bild qəzetinə əsaslanaraq onu deyə bilərik ki, Almaniyada Qurban Qurbanova qarşı çox böyük maraq var və Qurban Qurbanovu artıq Borussia Dortmundda yazırlar. Bildiyiniz kimi Borussia Dortmundda biraz dəyişikliklər gedir və onlar Qurban Qurbanovun bu Çempionlar Liqində göstərdiyi uğuru dəyərləndiriblər. İstəyirlər ki, öz klublarına dəvət edəsinlər, görək nə baş verəcək. Əgər Alman qəzetinə inansaq, Qurban Qurbanov karyerasını Almaniyada davam etdirə bilər. Digər xəbərimiz Azərbaycan qadın futbolu ilə bağlıdır. Millimizin oyunçusu Nigar Mirzəliyeva Almaniyanın Hamburg klubuna transfer oldu. Nigara uğurlar arzu edirik. Ümid edirik ki, karyerasında çox böyük irəliləyişlər əldə edər. Qarabağ və millimizin oyunçusu olan Şahrutdin Məhəmmədəliyevin bir açıqlaması var Qurban Qurbanovla bağlı. Bildiyiniz kimi Qarabağ Liverpoola 6-0 hesabı ilə məğlub oldu və bir çox azarkeşlər qeyd elədi ki, Qurban Qurbanov həmişə özündən razıdır. Şahrutdin Məhəmmədəliyev isə açıqlama verdi və açıqlamanı indi sizə oxuyacağam. Stat. Mən Qurban Qurbanovun özündən razı qaldığını bir dəfə də olsun görməmişəm. Məsələn, Liverpoola uduzduqdan sonra soyunub geyinmə otağında çox əsəbi idi. Hamını danladı. Sonra yaxşı, biz play-offdayıq, tarix yazdıq, sevinin, deyə bildirdi. Amma 6-0 hesabını hələ də qəbul edə bilmirdi. Biz ora qalib gəlmək düşüncəsi ilə getmişdik. Müdafiəyə çəkilmək üçün yox. Çempionlar Liqasının play-off mərhələsinə yüksəlmək təkcə Qarabağ üçün deyil, ümumilikdə Azərbaycan futbolunun inkişafı üçün ciddi təkan olacaq. Bu, dönüş nöqtəsi olmalıdır. İnsanlar anlamalıdır ki, akademiyalara, gənclərə və uşaqlara yatırım etmək lazımdır. Bu, təməldir. Fürsəti qaçırmaq olmaz. İndi bütün uşaqlar futbol ulduzlarının adını çəkir. Onlara bənzəmək istəyir. Uşaq futboluna sərmayə qoyub 10 il gözləmək lazımdır ki, sabah meydanda 2 deyil 11 Azərbaycanlı futbolçu görək. Statın sonu. Beləliklə, növbəti videomuzun da sonuna gəldik. Videonun sona qədər izlədinizsə kanalımıza abunə olmağı, videonu bəyənməyi və öz dəyərli fikirlərinizi bizimlə bölüşməyi unutmayın. Sağ olun və salamat qalın. Kanalımıza mütləq şəkildə abunə olun. 10.000 hədəfinə bizi daha da yaxınlaşdırın. Görüşənədək.